Salam, əgər siz də paxlavanızın gözəl parıldaması, hər tərəfinin eyni şəkildə qızarmasını və kəsdikdə qatlarının görsənməsini istəyirsinizsə, onda videoma diqqətli qulaq asın. Birinci növbədə paxlavanızı hazır edib kürdan vasitəsilə havasını çıxartdıqdan sonra mütləq şəkildə soyuducunun buz gözündə 20 dəqiqə gözlədin ki, üzəri bərksin və səliqəli kəsmək mümkün olsun. Daha sonra xətkeş köməkliyi ilə izlər qoyub, sonra isə dərindən kəsin. Və hər tərəfinin eyni ölçüdə, eyni şəkildə qızarması üçün çay qaşığının ucunda narıncı rənglə sarı rəngi qarışdırıb üzərinə 2 çay qaşığı su da əlavə edin və 2-3 qat üzərinə çəkin. Quruduqdan sonra bir də çəkin. Daha sonra üzərini istədiyiniz çərəz ilə bəzədikdən sonra 1 saat bişirin. Birinci yarım saatı 150 dərəcədə, ikinci yarım saatı 170 dərəcədə. Daha sonra şərbətdən 2 yemək qaşığı götürüb, üzərinə 2 yemək qaşığı da qlukozu əlavə edib, bir-birinə keçənə kimi yaxşıca qarışdırırıq. Sobadan çıxartdığımız paxlavanın üzərinə şərbətini əlavə edib, tam özünə çəkib quruyana kimi, soyana kimi gözlədin. Daha sonra isə glukozasını üzərinə əlavə edin. Və budur bizim gözəl parıldayan hər tərəfi qızarmış paxlavamız.